Salam dostlar, hər vaxtınız xeyir. Mən Ləman Qarazadə. Bugün sizlə 17 may 2026-cı il tarixində keçirilən magistratura qəbul imtahanının ingilis dili hissəsinin izahına baxacağıq. Ümumiyyətlə, imtahanla bağlı fikirlərimi maraqlanırsınızsa, imtahan çox da çətin və yaxud çox da asan deyildi. Tam da gözlədiyimiz səviyyədə biraz fevral imtahanından nisbətən çətin ola bilərdi. Amma həm də müqayisə eləsək, bəzi şeylərdə qismən asanlıqla var idi. Sadəcə mətnlərin həcmi və mətnlərin çətinlik dərəcəsinə görə fevral imtahanından nisbətən çox az fərqlənirdi. Amma bəzi şeylərdə isə bu imtahan daha asan idi. Məsələn, mətnlərdə olan qara hərfli sözlərdən bu imtahanda bir dənə düşmüşdü və bu uşaqların ən çox belə zəif nöqtəsidir. Sözlərin tərcüməsini tapmaq, izahını tapmaq. Buradan məsələn 1 bal öndəydiniz ki, mətnlərin birində belə qara hərfli söz yox idi. Digər tərəfdən isə qrammatika hissəsi çox sadə idi. Hətta demək olar birinci imtahanda düşən mövzular təkrar düşmüşdü. İnkar cümlələr, zamanlar və s. hamısına indi detallı şəkildə baxacağıq. Yenə əlimizdə listening sualları olmadığına görə bu dəfə də readingdən və qrammatikadan başlayırıq. Gəlin vaxt itirmədən suallarımıza başlayaq. Mətn sualları ilə davam edirik. Deməli, imtahanda mətn işləməyin qaydaları ilə bağlı artıq videolarımız var və hər kəsin müəyyən təsəvvürü var. Mətnləri necə işləmək lazımdır? Həmin qayda ilə indi bu mətnləri də işləyib sualları cavablandıracağıq. Deməli, mətn işləməyin əsas qaydası o idi ki, demişdim, mətnlərə çox vaxt ayırmayın, imtahanda vaxta qənaət eləyin və sualların üzərindən mətnə baxın, mətni oxuyub tərcümə eləməyin. Eyni qayda ilə birinci sualdan başlayırıq. Birinci sualı oxuyuruq və onu mətndə axtarırıq. Əgər cümlə mətndə varsa doğru olacaq, yoxdursa və yaxud da inkar, antonim sözlərlə ifadə olunubsa yanlış olacaq. The Braille system enabled users to take notes, read books and get information on their own. Deyir, Braille əlifbası sisteminin yəni istifadəçiləri qeyd aparmaq, kitab oxumaq və müstəqil şəkildə məlumat əldə etmək imkanları var. İndi biz bu cümləni mətndə axtarmalıyıq. Özümüzə açar sözlər götürürük. User istifadəçilərdən danışır. Take note, read book, get information. Və bir də təbii ki, Braille system sözü bizim əsas açar sözümüzdür. Biz indi bunu mətndə axtarmalıyıq. Baxın, birinci abzasdan başlayıb axtarmaq lazımdır həmişə, başdan sona qədər. This system allow icazə verməkdir. Its users, user sözü burada var deyə bu hissəyə baxıram. Read text, write notes and access information independently. Independently müstəqil şəkildə deməkdir. Deyir ki, bu sistem istifadəçilərə icazə verir ki, onlar müstəqil şəkildə məlumat əldə etsinlər, qeydlər götürsün və tekstlər oxusunlar. Deməli, cavab olacaq true, yəni A variantı. Burada da heç bir inkar bildirən söz yoxdur, əks mənalı bir şey yoxdur, yəni variantımız doğrudur. İkinci suala baxırıq. The Braille alphabet works through a combination of raised dots can be identified by touch. Deyir, Braille əlifbası toxunuşla müəyyən olunan, by touch toxunma vasitəsilə əldə olunan, müəyyən edilən qabarıq nöqtələrin kombinasiyası ilə işləyir. Qabarıq nöqtələr raised dotdur. İndi bizim açar sözümüz burada dotlar olmalıdır, yəni dotslar daha doğrusu. Qabarıq dotlar, orada nöqtələr var. By touch olmalıdır və bir də əlifbanın özü. Baxaq görək doğrudur yoxsa yanlışdır. Deyir ki, deməli, baxın bu hissəyə, dot hissəsini tapan kimi elə bu hissəni görürəm. Raised dots. Deməli, qabarıq hərflər kombinasiyasıdır. Bununla işləyir, made up, yəni bundan düzəlib bütün Braille əlifbaları. Deməli, cavab burada da doğru olacaq. Hətta biraz yuxarılara baxsaq, yəqin ki, burada da 12 dot olduğunu göstərir. Bu sistemdə qabarıq hərflər var. Bu hərflər icazə verir, onlar mesajları oxusun, hətta danışmadan, qaranlıqda və s. Deməli, yəni qabarıq hərflərdən ibarət olduğunu və toxunma ilə işlədiyini orada da vurğulayır. Cavab olacaq A variantı. Baxıram 6-3-ə. Implementation of the modern technology limited application of the Braille alphabet deyir ki, müasir texnologiyaların tətbiqi Braille əlifbasının istifadəsini məhdudlaşdırır. Onun tətbiqi məhdudlaşdırır, yəni limited sözü var, limitləyir. Yəni belə çıxır ki, müasir texnologiya artıq bu əlifbanı qısıtlayır, limitləyir və biz bundan istifadə eləmirik. Açar sözümüz müasir texnologiyalar sözüdür, yəni modern technology. Bunu tapsaq cavabı tapmış olacaq, çünki bununla bağlı yəqin ki, orada qeyd olunub. Baxın, axırıncı cümlədə. Modern technology, amma qabağında bir dənə təzadlıq bağlayıcısı var. Although deyir, baxmayaraq ki, müasir texnologiya like screen readers and audiobooks is widely used. Baxmayaraq ki, ekran oxucular, audiobooklar geniş yayılıb müasir texnologiyada.
Braille isə hələ də essential qalır. Essential nə deməkdir? Vacib, əhəmiyyətli, importantın sinonimidir. Deməli, hələ də essential olduğu olaraq qalır, remain qalmaqdır. Çünki o kömək eləyir spelling-ə, literacy, understanding, writing language və s. Deməli, burada isə limitlədiyini deyir. Cavab olacaq B variantı. Yəni, bu yanlışdır. Çünki limitləmir, əksinə orada müqayisə eləyir ki, texnologiyanın inkişafına baxmayaraq o hələ də vacibliyini qoruyub. 4-cü suala keçirik. When Braille was a student. Deməli, bu Braille tələbə olanda he found reading materials easy to manage as they consist of big raised letters. Braille tələbə olanda oxu materiallarını idarə etmək onun üçün asan idi. Çünki onlar böyük qabarıq hərflərdən ibarət idi. Burada bizi əsas çaşdıran hissə nədir? Onun tələbə olmağı. Bax, bu hissəni tapacağam. Görəsən, o tələbə olanda mı ona asan gəlib hər şey? Biz də bu hissəni tapmalıyıq. Deməli, yenə həmişəki kimi başdan baxırıq. Gəlin bir daha da yenidən başdan sona mətni gözdən keçirək və biz onun uşaqlığından, tələbə olduğu vaxtlardan danışırıqsa, mətndəki açar sözümüz də elə bunlar olmalıdır. Bax, burada yazır ki, as a student, tələbə olanda struggle, əziyyət çəkməkdir, narahat olmaq. He struggled to read, o oxumaqda çətinlik çəkirdi kitabları və kör insanlar üçün ondan sonra belə bir şey yaratmağa qərar verir. Deməli, bu adam özü kör olanda çətinliklə oxuyub bu kitabları, məktubları burada yazır, used large raised letters və 15 yaşı olanda artıq belə bir şey, belə bir sistem yaratmağa qərar alır və bunu inkişaf elətdirir. Burada isə deyir ki, easy. Bax, bu easy-yə görə cavab B variantı olmalıdır, false. Ümid edirəm ki, aydın olur sizə. Çox sadə şəkildə sadəcə cümlələri taparaq nisbətən tərcüməyə də ehtiyac var. Yəni, tam haqsızlıq eləməyək, nisbətən tərcümə ilə də bu testi işləmək olardı. 7-ci sual arrange sualıdır. Deməli, mətndə qara hərfli bir söz verilir və bizdən bunun mənasını soruşur. Arrange, tutaq ki, təşkil etməkdə öz mənası, tutaq ki, imtahanda bilməmişsinizsə, nə eləyə bilərdiniz? Burada yazır ki, hər Braille karakteristlər, yəni onun içindəki o xarakterlər, onun içindəki o elementlər hazırlanıb 6 qabarıq kombinasiyadan arrange, təşkil olunub 2 sütunda. Deməli, arrange təşkil olunmaq, yaratmaq, düzülüb mənasında. Baxın, column sözü məsələn informatikadan bilə bilərdiniz. Sütunlar şəklində 2 sütunda, 3 sütunun ikisində təşkil olunub, düzülüb, yaradılıb. Belə bir şey tərcümə eləyə bilərdiniz və variantda da bunu axtarmaq lazımdır. Organize görən kimi yəqin ki, təşkil etmək deyə D variantı yazmamısınız. Çünki burada in advance burada məsələni pozur. In advance əvvəlcədən deməkdir. Nəyisə əvvəldən planlamaq, bu yəni arrange deyil, bu ola bilməz. Burada put something in a particular order. Cavab olmalıdır C variantı. Baxın, deməli, put something in a particular order. Nəyisə xüsusi bir yolla düzmək. Put something in, nəyisə sıraya, cərgəyə qoymaq, təşkil etmək, yaratmaq və s. Digərlərində situation, vəziyyət, hal, nəsə başqa bir şey izah edir. Less, smaller, kiçiltmə, azaltma, balacalaşdırma, qəfildən nəyisə baş verməyi və s. Yəni, heç birinin həmin cümlə ilə heç bir əlaqəsi yoxdur. İndi baxırıq 8-ci suala. 8-ci sualda nə edirik? Cümlənin ardını tamamlamaq lazımdır. Cümlədə nədən danışır? Braille alfabet, Braille əlifbasından. Əlifba ilə bağlı bir cümlə qoyulmalıdır ki, ardına. Həm mətndə də biz bunu axtara bilərik. Düzdür, mətndə axtarsaq, baxacağıq ki, orada nə qədər Braille əlifbası ilə başlayan cümlə var. Cavabı tapmaqda biraz çətinlik çəkə bilərik. Ona görə nə edirik? Birinci variantları oxuyub tərcümə edirik, daha sonra məntiqli cavab tapmağa çalışırıq. Deməli, burada nə deyir? Məsələn, A variantını tərcümə eləsək. A variantı deyir ki, əvvəlcə universitetin müəllim heyəti tərəfindən təsdiq olunmuşdu. Approve of təsdiq olunub bəyənilmişdi. Amma burada axırıncı hissəyə baxsaz, görərsiniz ki, axırıncı yoxsa ortalardaydı bir yerdə yazılmışdı ki, institutun müəllimləri deməli bunu qəbul eləmirlər. Fail to receive, qəbul eləmirlər sistemi. Onda deməli bu cümlələri bir-bir axtarıb tapsaq daha yaxşı olar. A variantı yanlış olacaq. Məsələn, B variantı əsasən hərbi rabitə məqsədləri üçün də istifadə olunur. Military hərbidir, bilirsiniz. Braille əlifbası kör insanlar üçün olub. Bütün mətndə yəni söhbət bundan gedir. Bunu yazmağımız məntiqsiz olar. Burada bir military sözü işlənib mətndə. Ümid edirəm o sizi çaşdırmayıb. Çünki military sözünün işləndiyi cümlədə deyir ki, bundan əvvəl buna oxşar bir əlifba var idi və bu əlifba deməli əsgərlər üçün hərbi yazılmışdı. Deməli Braille'ın əlifba sistemi təsir görüb ordu kommunikasiyasından, yəni hərb kommunikasiya metodundan yaranıb.
Amma demir ki, bu odur və yaxud da Braille hərbi üçün yaradıblar. Sadəcə hərbdən olan texnikalardan elə bil ki, biraz istifadə ediblər. Ona görə B variantı da yanlış olur. C variantında dünyanın digər ölkələrində güclü müqavimətlə qarşılaşdı deyir. Resistance. Və bu sözə görə səhvdir. Çünki axırıncı abzaslarda yazır ki, o dünyanın digər ölkələrində yayıldı. 1852-də onun ölümündən sonra artıq daha çox şöhrət qazanır və daha çox yayılmağa başlayır. Deməli, resist sözünə görə bu da yanlış olacaq. D variantı. Əvvəlində təhsil işçiləri və vəzifəli şəxslər arasında geniş tanınma əldə etməmişdi. Məsələn, bu məntiqlidir. Əvvəlcə, yəni başlanğıcda heç bir təhsil işçiləri, universitet, institut işçiləri tərəfindən bəyənilib qəbul olunmamışdı. Bəli, bu doğru variant olacaq, D variantı. Y-də də deyir, öyrənməni gecikdirən rəqəmlər və durğu işarələri yaranıb. Xeyr, öyrənməni tezləşdirən, yəni insanlara kömək olması üçün bu əlifba var. Kör insanların oxuması üçün. Ona görə Y variantı da yanlış olacaq. Yəni, burada deməli, cavabımız oldu D variantı. İndi keçək 9-cu suala. 9-cu sualda suala cavab vermək lazımdır. How did Braille modify Charles Babbage system? Deyir ki, Braille modifikasiya, yəni dəyişdirilmiş deməkdir. Dəyişmək, dəyişiklik etmək. Braille necə dəyişiklik edir Charlie'nin sistemi üzərində? Baxın, bayaq dediyi, o hərbi üçün yaranıb, hərbidən təsirlənib. Həmin hissəni bir də tapaq və onu necə dəyişdirdiyini görək. Açar sözümüz Charles olacaq, o da elə bu hissədədir. Deməli, Charlie tərəfindən yaranan hərbi kommunikasiya metodundan istifadə edib Braille öz əlifbasını yaradarkən. İndi necə dəyişdirib onu? Dəyişmə hissəsi artıq aşağıdadır. Deyir, onu 6 dənə 6.cell sistemə gətirib çıxardıb. Yəni, refine it into, onu dəyişdirib 6 qabarıq hərfli sistemə çevirib. Yəni, cavab burada olacaq və adı da, axırda da deyir, müasir Braille əlifbası yaranmış oldu. Yəni, onun başlanğıcı belə olub. Hərbi üzərində dəyişikliklər aparıb, hərbi əlifbası üzərində. Onda deməli, biz burada variantda nə axtarmalıyıq? 6.cell system. Görək, hansı variantda bu cümlə var? Hansı variantda? B variantında he simplified it into a 6.cell system. Deməli, elə cavab da B variantıdır. Yəni, artıq orada bir şey axtarmağın heç bir mənası yoxdur. 6 nöqtəli, 6 qabarıq nöqtəli bir, deməli, onu əlifbaya çevirmişdi. Hərbi əlifba üzərində dəyişikliklər apararaq. Digər variantların heç biri həmin hissədə yoxdur. Ona görə onları yaza bilmərik. Baxırıq 10-cu suala. 10-cu sualda deyir, suala cavab tapın. Yəni, verilən suallardan hansına mətndə cavab varsa, mətndən cavab tapın ki, bu suala cavab var. Məsələn, başlayırıq birdən. What allows Braille to be practical and adaptable? Deyir ki, əsas, yəni, burada biz nəyə fikir verməliyik bu suallarda? Birinci sözə, bu what-a fokuslanmaq lazımdır. Deyir, nə şərait yaratdı, nə imkan verdi ki, Braille əlifbası praktik və ümumiləşə bilən olsun. Onun qabarıq hərflər olması. İndi biz burada practical, adaptable sözlərini axtara da bilərik. Yəqin ki, onun hər hansısa bir sinonimi falan da ifadə olunub. Baxın, yazıb ki, o inkişaf elətdirdi. Bu hissədən qeyd edirəm. Develop system, deməli, qabarıq hərflərlə istifadə edir. Qabarıq geniş hərflərlə və bu da improve eləyir, inkişaf elətdirmiş olur onu. Və yaxud da aşağıda yenə başqa bir izah da tapmaq olar buna ki, bircə dəqiqə, deməli, onun əlifbasının yaxşı olmasının, digər yerlərdə yayılmasının əsas səbəbi, yəni həmin o qabarıq hərflərin olması idi. Deyir ki, geniş istifadə, yox, bu deyil, bu cümlə deyil, sorry. Elə yəqin ki, elə bu cümlə olacaq, əlavə bir şey axtarmağa ehtiyac yoxdur. Mən fikirləşdim, bəlkə başqa cümlə də olar burada. Amma yoxdur, elə yəqin ki, bu cümlədir. Deməli, cavabımız onda olacaq nə? Develop olan hissə. Bunun inkişaf etməsinin səbəbi nə olur? Qabarıq hərflər olması və insanlara müstəqil şəkildə heç kimdən asılı olmayaraq notlar götürmək, mətnlər oxumaq, informasiyalar əldə etməyə kömək etməsi. Bax, bu onun əsas, deməli, icazə verirdi ki, daha çox praktiki və adaptable olsun. Biri götürəcəyik, bir doğru cavab. 2-yə baxırıq, məsələn. 2-də deyir ki, Braille sisteminə əsaslanan ilk kitab nə vaxt çıxdı? Biz bu nə vaxt sualına cavab tapmalıyıq? Neçənci ildə, nə vaxt? Buradakı illərə baxın. Görün variantlarda, yəni heç onunla əlaqəsi varmı? 1852-də onun ölümü verilib. Bir də
Burada başqa bir dənə də il var idi. 19-cu əsrdə onun ixtira olunması və 1809-da onun doğulması. Doğulması, ölməsi və bir də əsr var. Başqa burada il yoxdur. Deməli, onda ilk kitabın neçənci ildə çıxdığını bilmirik. İkincini götürmək olmaz. 3-də də eyni şeydir. Neçə ildir onun nə qədər vaxtını aldı o əlifbanı dünyada qəbul elətdirmək. Belə bir şey də yoxdur. Onun ölümündən sonra qəbul olunur. 3-ə də cavab yoxdur. Neçə il özə dəqiq soruşur. 4-cüyə baxırıq. How did Braille system affect recovery rate among visual impairment? Deyir, Braille sistemi görmə qabiliyyəti zəif olan insanlar arasında sağalma nisbətlərinə, bu əlifba insan sağaltmır və insan sağaltma nisbətinə təsir eləmir. Bu əlifba insanların oxumasına kömək eləyir. Sırf burada recovery rate deyirsə, yəni sağalma, insanların sağalmağına necə təsir eləyib. Deməli, bununla bağlı heç bir cümlə yoxdur mətndə. Bunu götürmək olmaz. Onda 100% o biri 5 olacaq, çünki bir variant heç vaxt düz gəlmir. What specialist forms of Braille are commonly used nowadays? Deyir, bu günlərdə Braille əlifbası hansı ixtisaslaşmış sahələrdə geniş istifadə olunur? Axırıncı hissəyə baxsaz bunun cavabı var. Deməli, bu gün geniş istifadə olunur harda? Elevator, liftlərin istehsalında, medicine, dərmanlarda, public spaces, book science və s. Baxın, bu sahələrdə istifadə olunur. Bizdən də sahələri soruşduğuna görə cavab olacaq 1 və 5. 2 dənə variant düz gəldi. Ümid edirəm ki, hər bir şey aydın olur. Gördüyünüz kimi çətin bir şey yoxdur. Yəni bunun üstündə 1 saat, 2 saat qalmağa ehtiyac yoxdur. Tələbələr imtahandan çıxarkən qeyd eləmişlər ki, 1 saata işləmişik və s. 15 dəqiqə maksimum vaxtınızı ala biləcək testlərdir. Ciddi şəkildə və diqqətli şəkildə baxırsınızsa əgər. Və təbii ki, müəyyən bir söz bazasının olması da önəmlidir. Keçirik 11-ci suala, digər mətni işləməyə. Digər mətni də eyni qayda ilə işləyirik, oxuyub tərcümə eləmədən sadəcə cümlələri axtararaq. Birinci sualdan başlayaq. Deyir ki, Yunan və Roma sivilizasiyasının yaranması Mesopotamiya mədəniyyətinin formalaşmasında mühüm rol oynayıb. Deməli, Yunan və Roma Mesopotamiyanın formalaşmasında rol oynayıb. Öz tarixi bilgilərimizə əsaslanıb belə düşünə bilərik ki, Mesopotamiya daha əvvəl olub. Yəni, Yunan-Roma biraz ona absurd gəlir. Amma mətndə axtarmağımız ən məntiqli variantdır və elə birinci abzasda bunu tapıram. Bəli, Mesopotamiya mədəniyyəti formalaşıb, flourish çiçəklənmədir. Çiçəklənib çox uzun illər əvvəl Yunan və Romadan. Bəli, düz təxmin eləmişik. Yunan və Roma Mesopotamiyadan sonra olmalıdır. Burada da doğru vurğulayır ki, Mesopotamiya cəmiyyəti, sivilizasiyası inkişaf edib Yunan-Romadan əvvəl, before əvvəl deməkdir. Onda burada cavab səhv olmuş olur. Çünki burada deyir ki, Yunan və Roma onlara təsir edib. Deməli, heç bir təsiri yoxdur. Əksinə, Mesopotamiyadan onlar bəhrələnmiş ola bilərdilər. İkinci suala baxırıq. The Code of Hammurapi was first revealed by Akkadian translator. Deyir ki, Hammurapi qanunları ilk dəfə Akkad tərcüməçiləri tərəfindən təşkil olunmuşdu, aşkar olunmuşdu. İlk dəfə Akkad tərcüməçiləri. Bir dəfə də yada salaq, deməli, Hammurapinin qanunları. Baxaq, Hammurapi qanunları, burada Akkad tərəfindən olan yazıb ki, Akkad qanunları yazılıb. Bir də deyir, translatorlar müəyyən edib. Demir ki, baxın, bu tam fərqli bir şeydir. Diqqətlə qulaq asın bu hissəyə. Burada yazır ki, tərcüməçilər müəyyən etdilər ki, tekstləri, onlar Akkad dilində yazılıb. Demir, bu tərcüməçilər Akkad tərcüməçiləridir. Yəni, bu Akkadlar qədim bir tayfadır. Bunların yazdığı yazıları da tərcüməçilər indi müəyyən edirlər ki, hansı dildə yazılıb. Bu, indiki zamana aid olan bir şeydir. Amma burada cümlədə nə deyir? Deyir, Akkad tərcüməçiləri yaradıb ilk dəfə onu və yaxud da onlar yazıblar. Tərcüməçilər sözünə onlar aid deyil. Ona görə cavab B variantı olmalıdır burada. Yəni, biz burada B-ni götürürük. Yanlış. 11-3-ə baxırıq. One of the reasons for creating the list of the laws was to maintain order the kingdom. Deyir, qanunlar siyasının yaradılmasının əsas səbəblərindən də biri krallıqda asayişi qorumaqdır. Yəni, səbəblərdən biri odur ki, krallığın asayişini, qanunlarını qoruyaq. Baxın bu hissəyə. Yazır ki, deməli, Hammurapi'nin was the concern with the keeping order his kingdom. This is not only reason for creating list of laws. When he began ruling system. Aha, baxın, bu abzas bu sualın cavabıdır. Cümlənin tərcüməsi necə olacaq? Hammurapi öz krallığında nizam-intizamı qorumaqla məşğul olsa da, qanunlar siyasını yaratmasının yeganə səbəbi bu deyildi. Yəni, deməli, səbəblərdən biri budur, amma yeganə səbəbi bu deyildi. Yəni, deyir, not only reason. Yeganə səbəb bu deyil. Amma ümumiyyətlə səbəblər içində var.
Səbəblər içində var. Bir səbəb budur ki, o qanunları, qayda qanunu, asayişi qorumaq istəyirdi öz krallığında. Onda cavab nə olacaq? True olacaq. Bəli, cavab A variantıdır. Yəni onun yaratmasının, qanunları yaratmasının əsas səbəblərindən biri də krallıqda qanunları qorumaq, asayişi qorumaq idi. 11-4-ə baxırıq. When Hammurapi began governing Babylon up to burada hamını çaşdıran up to. Elə bilmisiniz ki, 50-dən çox deyir. Up to nəyəsə yaxınlaşmaqdır. Deyir ki, 50-yə yaxınlaşırdı. Yəni Hammurapi Babili idarə etməyə başlayanda onun hakimiyyəti altında 50 kvadrat milə qədər ərazi var idi. 50 kvadrat milə yaxın ərazi var idi. Baxın, burada da eyni şey deyir. Deyir 50-dən çox deyildi. No more. Görürsünüz? He had control. Onun kontrolunda var idi 50-dən çox olmayan ərazi, territory. Deməli 50-dən çox olmayan bir ərazidə. Burada da deyir 50-yə yaxın, up to. Hamı elə bilib ki, 50-dən çox deyir. Ona görə hamı yanlış yazıb, amma əslində bu cümlə doğrudur. Ona görə də yadda saxlayın. Mən sizə demişdim əvvəlki videolarda da. Diqqətli olun. Rəqəmlərin qabağında yazılan sözlərə fikir verin. Up yaxınlaşmaq, məsələn up to nəyəsə yaxınlaşmaq, nə bilim up down nədənsə az. Və yaxud da ola bilərdi bunun qabağında olsun, tutaq ki much, few, daha sonra ola bilərdi less, daha sonra more than, daha çox olması və s. Yəni çox az sözlərinə fikir verin və bunları daha dəqiq tərcümə ilə yadda saxlayın ki, sizə imtahanda belə xırda şeylərdə problem yaratmasın. Növbəti baxacağıq 12-ci suala. 12-ci sualda cümlənin 5-ci paragrafa hansı cümlə qoyulacaq, onunla bağlı danışırıq. Suallara baxmadan birbaşa 5-ci paragrafa gəlirik ki, görək paragrafda söhbət nədən gedir, baxın bu hissəyə. Və mən bu boşluğa nə qoysam məntiqi olar. It represents a crucial point in the development of the legal system today, providing insights into the social, economic and political structure of the ancient Mesopotamia. Deyir ki, bu müasir hüquq sistemlərinin inkişafında mühüm bir məqamı təmsil edir. Nədənsə danışır, amma bilmirəm nədən. Deyir, bu hüquq sisteminin inkişafında mühüm bir məqamı təmsil edir. Müasir hüququ deyir özdə. Və qədim Mesopotamiyanın sosial, iqtisadi, siyasi strukturlarına dair məlumat verir. Təbii ki, nədən danışırıq? Kodlardan, Hammurapinin qanunlarından. Hammurapinin qanunları müasir hüquq sistemində inkişafda mühüm rol təmsil edir və Mesopotamiyanın sosial, iqtisadi, siyasi strukturlarına dair bizə məlumatlar verir. İndi burada bizə həmin o kodlarla bağlı bir cümlə lazımdır. Baxıram ki, burada Hammurapinin qanunlarından danışdığı məsələn 1B variantıdır. Okey, məsələn C variantında da qanunlardan danışır. Amma nə D variantında bununla bağlı bir cümlə yoxdur. Nə məsələn Y variantında da var. Hə, Y variantına baxacağam. A variantında müəyyən qədər danışır. Ən əsası bildim ki, məsələn C variantı dəqiq çıxır da, bu bunun cavabı ola bilməz. İndi biz burada nəyə baxacağıq? Cümlələrin bircə-bircə tərcüməsinə. Görək hansı cümləni tərcümə edib ora qoysaq tam şəkildə cavab alınır. Bax, məsələn A variantı. Deyir, müasir standartlara görə bir çox cəzalar qəddar hesab olunsa da, Hammurapi qanunu hələ də öz əhəmiyyətini qoruyub saxlayır. Baxın, orada məsələ nədir? Qanunları, keçmiş qanunları müasir dövrdən əlaqələndirmək. Məncə A variantım ən məntiqli cavabdır. Amma hələ ki seçməyəcəm, digərlərinin tərcüməsinə baxaq. Deyir, baxmayaraq ki, müasir standartlara görə biraz qəddar hesab olunur. Ancaq bu dövrdə əhəmiyyəti böyükdür. Bu cümləni qoysam, ardından da bu hissəni yaza bilərəm ki, o müasir qanunlarda önəmli mövqe daşıyır, həmçinin bizə Mesopotamiyanın filan şeylərindən xəbər verir. Okey, A variantını saxlayırıq. Digər variantlara baxaq, görək tərcümə baxımından düz gəlirmi? Bax, məsələn, B variantına baxaq. B-də deyir ki, Hammurapi məcəlləsi, yəni qanunları, əmlaka sərəncam verməyin bir çox yolunu tanıyır. Burada əmlakın nə əlaqəsi var? Property əmlakdır. Biz burada əmlakdan, nə bilim, torpaq qanunundan danışmırıq da, ümumiyyətlə qanunlar nəzərdə tuturuq. C variantını çıxmışdıq, yenə baxaq məsələn burada da. C variantı deyir ki, deməli, qanunlar patriarxal. Baxın, bu patriarxal sözündən ilə çıxmalıydınız və kifayət qədər sərt bir cəmiyyət əks etdirir. Patriarxal deyildi. Patriarxal odur ki, kişinin əməyinin yüksək olduğu falan. Burada elə bir şey yazılmayıb. Mətndə heç bununla bağlı cümlə yoxdur. Özümüzdən belə bir şey qoya bilmərik. D variantına baxıram. Deyir, məsələnin digər tərəfindən ehtiyatsızlıq və laqeydlik əgər bu insan itkisinə səbəb olursa, sərt şəkildə cəzalandırılır. Nə əlaqə? Biz burada qanunları müzakirə eləmirik ki, hansı qanuna görə hansı cəza tətbiq olunur. Ona görə bunu da yazmaq düzgün deyil.
Və Y variantı Hammurapi qanunu demək olar ki, deyir, bütün mətni məhv edilir, yəni bütün onun əsası məhv olunub. Bu da bir sistemli araşdırmanı qeyri-mümkün edir. Əksinə, Hammurapi qanunlarının 282-si mövcuddur və onların hamısı da haqqında dərin araşdırmalar olub. Yəni əlaqəsiz bir variantdır. Ona görə deyilən məntiqli cavabımız A variantı olacaq. Keçirik 13-cü suala. 13-cü sualda baxın, ona görə deyirəm ki, nisbətən o birindən nisbətən bu imtahan çətin idi. Niyə çətin idi? Çünki burada mətnlərdəki suallar düşündürücüdür. Birinci mətn çox asan idi. Yəni 5 dəqiqə yazıla biləcək bir şeydir. Amma ikinci mətndə bax bu suallar olduğuna görə bu tipli şeylər çox düşündürücü suallardır. İnşallah 3-cü şansda belə bir şeylər olmaz. Yəni gözlənilmir zaten belə bir şeyin olması. Ona görə siz yaxşı hazırlaşın və suallara məntiqi yanaşmağı da öyrənin. Bilmək olmaz qabağımıza nə çıxar. 13-cü suala baxırıq. Deməli, severity of punishment, cəzaların şiddəti. A variantı, bütün insanlar tərəfindən eyni qəbul olunur. Çox məntiqsiz. Hər insan cəzanı eyni cür qəbul edə bilməz. B variantı, kralın kefinə əsasən, moduna əsasən təyin olunur. Okey, ola bilər. Bəlkə cəzaların sərtliyini kral öz moduna əsasən təyin eləyib. Sonra məsələn baxırıq ki, insanların səs verməsi ilə, təbəqələşmə ilə və coğrafi yerə görə. İndi gəlin onda biz cümləni axtaraq. Deməli, bunun konkret bir cavabı var. Məntiqlə yazılası şey deyil. Severity of punishment, yəni qanunların sərtliyi. Severity sözünü axtarsam, mətnin sualı həll eləmiş oluram. Qanunların sərtliyi, cümləni axtarıram, qanunların sərtliyindən harda danışır və həmin hissə artıq bizim cavabımız olacaq. Gördüyünüz kimi bu abzasda bu söz var, severity penalties. Bir dəqiqə həmin hissəni yenidən işarəliyim. Deyir ki, punishment, cəzalar according to person status. Bəli, cəzalar insanın statusuna əsasən müəyyənləşdirilir. Məsələn, onlar klasslara, siniflərə bölünür və buna əsasən cəzanın sərtliyi müəyyən olunur. Yəni orada adi insanlar var, qullar var, fermerlər, yəni sahibkarlar var, yüksək təbəqə var. Təbəqəsinə görə insanın, deməli, statusuna görə cəzanın sərtliyi müəyyən olunurmuş. Punishment cəzalanmadır. According to əsasən, person statusda insanın statusu. İndi bunu variantda axtaraq, D variantı. Depend on person's social classes. İnsanın sosial sinifinə görə müəyyən olunur. Keçirik 14-cü suala. 14-cü sualda deməli, bizə suala cavab vermək tələb olunur. Deyir ki, what was done to create uniform legal system during Hammurapi's region? Hammurapi'nin hakimiyyəti dövründə vahid hüquqi sistemi yaratmaq üçün nələr edildi? Biz baxmalıyıq ki, bu adam nələr edib vahid sistem yaratmaq üçün. Nə edib? Vahid sistem yaratmaq bayaqdan nədən danışırıq? Qanunlar toplusu yaradıb o. Bu, deməli, 1792-1750-ci illərə aid olan 282 rəqəmlərin hamısını səhv görürüm. 282 qanundan ibarət qatillərlə bağlı, oğrularla bağlı, evliliklə, əmlakla bağlı və s. bir deməli Code of Hammurapi yaradır. Yəni Hammurapi qanunları kitabı yaradır. Bu qanunlar əsasında, yəni bu ölkəni bu sistemdən idarə edir. Deməli ölkəni vahid sistemdən idarə eləmək üçün, vahid uniform legal sistem üçün nə edib? Qanun yaradıb. Qanun yaradıb hansı variantdır? D variantı. Entirely new set of laws was invented. Bir dəqiqə. Deməli qanunlar yaradıb yoxsa qanunlarda dəyişiklik eləyib? Bu biraz müzakirə konusudur. Burada baxırıq. Məncə burada yaratmağı yox, Y variantı olacaq. Laws of time were modified and developed into the final code. Cavab Y variantı olacaq məncə. Yenidən istəyirsiniz buna mətndə bir dəfə də baxaq. Deyir ki, dövrünün qanunlarına dəyişiklik eləyib və onlardan bir kolleksiya yığıb. Əvvəlki 792-ci il və 1750-ci illərə aid olan bir qanundan. Deməli özü yaratmayıb bunu. İndi baxırıq burada onun modifikasiya elədiyi, yəni dəyişdiyi söz olmalıdır ki, o qanunları dəyişir, bir yerə yığır və nəticədə belə bir krallıq yaratmağa nail olur. Baxın, change sözü də var. Change or remove before. Bəzilərini dəyişir, bəzilərini çıxardır və nəticədə final code yaradır. Onda deməli cavabımız olacaq burada Y variantı. Laws of the time were modified. Yəni dövrünün qanunları dəyişdirilir və nəhayət final code yaradılır. Y variantı. D yox, Y variantı. 15-ci sualda hansı suala cavab var mətndə? Birinci sualları oxumalıyıq, düzdürmü burada? Birinci əsas həmişə bu birinci sualları oxumalıyıq ki, bunlara cavab tapaq.
Birinci sual. Hammurapi qanunu müasir dünyaya verdiyi töhfə nədir? Bayaqki sualda işlədik. Dedik ki, müasir dünya o qanunlar sayəsində, yəni ondan çox böyük töhfə görüb və s. Deməli, biri götürürük. 2. How did the Code of Hammurapi punish for... deməli, burada deyir ki, Hammurapi qanunu qətl törətməyə görə necə cəzalandırır? Orada heç bir təbəqənin cəzası nədir, onu yazmır. Sadəcə yazır ki, cəzalar təbəqələrə görədir. Deməli, 2-nin cavabı yoxdur. How sualına, necə sualına cavab yoxdur. 3-də də soruşur ki, Hammurapi qanununun kəşfi orta əsr arxeologiyasına necə təsir eləyir? Orta əsr arxeologiyası. Orta əsrlərdə ümumiyyətlə danışmır və arxeologiyaya necə təsir edir, bunu da bilmirik. Ona görə bunu da götürə bilmərik. How many laws? Neçə qanun var idi? 282. Baxın, buradakı abzas bayaq ki. Deməli, onda cavabdan biri də 4 olacaq. 1, 4. Və 5-ə baxırıq. Deməli, how long did it take Hammurapi liberate? Deyir ki, burada Hammurapi Babilistan şəhər dövlətlərini azad etmək üçün nə qədər vaxt sərf etdi? Mətn qanunlardan danışır, onun hökmdarlığından, o Babili nə qədər azad edib, nə vaxtda azad edib falan, belə bir şey yoxdur burada. Ona görə də yəni axtarsaz liberate sözünü tapa bilməzsiniz. Babylon City State tapa bilməzsiniz. Ona görə də cavab 1 ilə 4-dür. Yəni gördüyünüz kimi mətnləri bu cür işləmək olardı. Nisbətən düşündürücü idi, razıyam. Bəzi sözlərdə sinonimlər çətin ola bilərdi. Bu göstərir ki, biz növbəti imtahana daha yaxşı hazırlaşmalıyıq. Keçək qrammatika suallarımıza. Amma yəni vicdanla danışaq, qrammatika çox asan düşmüşdü, çox asan düşmüşdü. Hətta birinci şansın təkrarıdır. Copy-paste edib qoyublar, heç bir dəyişiklik yoxdur. Birincidə inkar cümlə, burada da inkar cümlə. Məsələn, inkara inkarla cavab verməliyik, düzdür? 1, 2, 3 və salam, cavab oldu A variantı. 4-də inkar heç nə yoxdur. 5-də də to işlənir. Baxın, to bilirsiniz, təsdiq cümlələrdə olmalıdır. Məsələn, zaman sualında. Zaman sualında biz nəyə baxmalıydıq? When olan hissədə bitmiş olmaz deyə bir dənə C-ni çıxırıq buradan. Sonra da digərlərini qoyuruq ardıcıllıq. Deyir, onlar teatra gələndə, girəndə, deməli, tamaşa başlamışdı artıq. Oyun başlamışdı, bu keçmiş bitmiş zamandır. İkinci tərəf, yəni bura keçmiş bitmiş olacaq. Ya D, ya da Y variantıdır. İndi burada bitmiş zamanın düzəlmə formasını xatırlamalıyıq. Necə olurdu? Deməli, begin indiki zaman olur. Began, yəni A ilə yazılan keçmiş, baxın, begun yazılan isə bitmiş formadır. Bitmişdə biz bunu istifadə edirik. Ona görə də elə tapırıq ki, cavabımız D variantıdır. O biri də deyir ki, auditoriyada onları izləyirdi. Audience were watching. Cavab da oldu D variantı. Yəni, bu qədər sadə. Əslində, bir dənə bağlayıcı qaydasını bilsəz, o birində də cavablar özü ardıcıl gəlir. Son gün demişdim ki, söz önə düşəcək. Gördüyünüz kimi söz önə testi interested in ilə işlənir. 2 variant uyğun gəlir. At the age olmalıdır bu. At the age of 15. Since niyə ola bilməz? Since olan cümlələrdə bitmiş işlənməlidir. Since'in burada heç bir əlaqəsi yoxdur. 19 make-up story. Story-də biz nəyə baxırıq əsas? Əsas ona baxırıq ki, harda sual verilir və o suala cavab harda göstərilib. Özdə burada çoxlu dırnaq işarələri var, qoşa nöqtələr var. Deməli, bir neçə dəfə suallar olacaq və ona cavablar verilməlidir. Birinci baxıram ki, variantlar nə ilə başlayır? 4 ilə. Deməli, mən də 4 ilə başlatmalıyam. Deməli, bir dəfə bir balaca olan mağazaya daxil olur və shop asistana deyir, qoşa nöqtə. Qoşa nöqtədən sonra dırnaq gəlməlidir. Məsələn, 5-də dırnaq gəlib, təşəkkür edirəm. Bunu deyə bilməz ki, adam hələ marketə indi giribsə, niyə təşəkkür eləsin? Sonra məsələn, başqa 8-i qoymaq olmaz, 4 dollar. Bu nəyəsə hələ qiymətini soruşmalıdır ki, buna 4 dollar deyilsin. Qiymət deyir, bu da olmaz. Başqa hansı dırnaq içində olan var? Məsələn, 6. How much? Hə, bu nəyəsə soruşmuş ola bilər. Onda deməli 4 və 6 ola bilər. How much shall I have to pay for 10 pounds of sugar, 2 pounds of coffee and 3 pounds of butter? Deyir ki, mən nə bilim 3 pound yağa, 2 pound kafeyə və 10 pound sugar'a nə qədər pul verməliyəm? İndi buna cavab verilməlidir. Axı bu how much miqdar soruşub. Onda deyəcək ki, shop assistant deməli 1 ilə davam edəcək yəqin. Shop assistant götürür, deyir, bir dənə kağızı, nəsə yazır ora və ona baxıb deyir. Deyirsə qiymət deyəcək. Yəni 1 sonra da 8. Qiyməti deyir ki 4 dollar və 60 sent. 4, 6, 1, 8. Baxıram. 4, 6, 1, 8 cavab B variantıdır. İndi digərlərinə baxın. 4-dən sonra 6 gəldi. Məsələn, 8 ola bilməz.
6 ola bilməz. Məsələn 4-dən sonra 5, 3-ün gəlməsi çox məntiqsizdir. Onu bayaq orada zaten izah elədim, orada çıxdıq. Bir də məsələn burada D variantında çaşa bilərdiniz. O da 1-dən sonra o dedi, qoşa nöqtə açılırsa yenə dırnaq içində qiyməti deməli idi. O da bir dənə 8-ci sualda, yəni ardıcıllıqda düzgün göstərilmişdi. Cavab oldu B variantı. Ümumi heç onu oxuyub başdan sona tərcümə eləməyə də ehtiyac yoxdur. Çünki biz maksimum dərəcədə vaxta qənaət etməli idik. Baxırıq 20-ci suala. 20-ci sualda artıq bir hiylə işlədiblər və bütün qaydalardan bura test alıblar ki, doğru variantı tapın. Doğru variantı necə tapırıq? Baxın, bu birinci inkar cümlə qaydasına aiddir. Bir cümlədə iki inkar yoxdur ki, yoxdur. Hartlə özü inkarlıq bildirir, zaman yerində, ardıcıllıq yerində və s. Bir doğru olacaq. 2-də lately və this morning hansı zamanın zərfidir? Bitmiş zamanı. Bunu zamanlardan bilirsiniz. Lately ancaq bitmişdə işlənir. Burada sadə keçmişdə verib. Nəyə əlaqəsi var bunun? Deməli 2 olan variantları çıxırıq. 1 olan variant varsa ya da gedir ya 1-3-4-dür ya 1-4-5-dir. 3-ə baxıram. Deməli he can jump more highly. More-la highly bir yerdə olmaz. Deməli burada yəni üstünlük dərəcəsində və yaxud da müqayisə dərəcəsində kiçik hecalı, az hecalılar şəkilçisi ilə düzəlir, qabağına mor qoyulmur. 4-cüdə teacher ask to. Yadınızdadırsa son izah videosunda demişdim ki, mürəkkəb tamamlıq neçə ildir düşmür. Ola bilər ki, bu il imtahanda olsun və gördüyünüz kimi burada. Askdan sonra gələn feillər to-lu gəlməlidir. Ona görə 4 doğrudur. Bir də 5-ci cümlədə heç bir səhv yoxdur. Deyir ki, o pilləkənin yaxınlığından yıxıldı və salam. Cavab oldu 1, 4, 5, C variantı. Yəni burada biraz düşündürücü idi. Burada vaxt apara bilərdi ki, siz bunun hansı qayda olduğunu təyin eləyəsiniz, biraz düşünəsiniz. Ona görə biraz vaxt apara bilərdi. Listening suallarına da belə ümumi baxdım. Düzdür, içindəki sözlər mənə çox çətin gəlmədi. Yəni əvvəlki imtahanlarla demək olar eyni səviyyədə idi. Elə bilməyəcəyiniz, məsələn, kənar bir, yuxarı level bir şey yox idi. Ümid edirəm ki, normal tərcümə eləyib, düzgün tərcümə eləyib və diqqətli şəkildə qulaq asa bilmisiniz. Məndən bu qədər hələ ki bugünlük. Növbəti izahlarda, növbəti videolarda görüşərik. Hər birinizə uğurlar. Hələlik sağ olun.